Uzun hava. Hemen bir xeyli yol gəlmişəm. Bax deməli oradan odur tək ağac görükür. Bilmirəm nə ağacıdırsa yoldan. Həmin məsafədən bura xeyli yoldur. Çox böyük bir padyomdur. Böyük bir yoxuşdur. Belə indi yaşa da baxmır. Deyim ki yaşım çoxdur yox. Elə uşaq da gəlsə bu yolu yorlasıdır. Təngi nəfəs olmuşam. Təngi nəfəs olmuşam. Deməli gəlib çıxmışam bax belə bir qayalığa. Bax bu qaya mənim aralıdan gördüm, diqqətimi cəlb elədi. Ondan sonra gəlin dedim gəlin buranı bir çəkiliş yaparım. Buradan da bir balaca mənim videom olsun. İndi bu qayada bax belə yenə də qayanın üstündə bax o şiş qayalar elə bir ki adam durur, başda da ki papağı var. O belə maraqlı bir qayalı, maraqlı bir görünüşü var. İndi mən cəhd edəcəm bu çaya çıxın, mən bir dəfə də olsun burada olmamışam. Burada yaşayacaqlar. Yəni buralara biz ayağım düşmür, mal heyvan saxlamamışıq. Elə ata-babadan bir usta olmuşuq. Ustalıq işlə məşğul olmuşuq. Onun üçün ki ona görə də mal heyvanla məşğul ola bilməmişik. Mən də ki mal saxlamamışam. Yəni mal heyvan otaran gəlib əsas bir yerə çıxıbdı. Bizim də ayağımız düşmürdü. Bax indi bu qayada da bax belə bir dənə çox maraqlı görünüşü var. Çahadır. İndi qayanın adında əslində adı var, ancaq mən bilmirəm. Qayanın adı var, bax o çahanın adı var. Mən bilmirəm, elə biraz belə mağazaya oxşuyur. İndi görüm, cəhd edim görüm ora çıxa bilərəm, yoxsa yox. Burada əl tutacaq yerləri var, ancaq çox çətin məsələdir. Bax özü yuxarı, belə indi mən biraz da yaxından çəkim. Oy! Bax qayanın bu cür görünüşü var. Qayanın bu cür görünüşü var. İndi mən çalışacağım ora çıxım, ancaq məcburam telefonu söndürüm. Çıxım görüm orada nə çəkiliş eləyə bilirəm. Oradan da biraz çəkiliş edeyim. Adam heç dayanmaq istəmir, istəyirsən ki videonu davam edərsən. Burada da bir balaca yenə yerdir, görünüşü. Balaca danlıq gerisini bilmək olmur. İndi çalışdım orada da bir mən cəhd edeyim. Ancaq əsas bu böyük gökdən yer çəkəcəm. Mən qaya deməzdim buna, bura dağdır. Bax belə çox bir əzəmətli yerdir. Mən oradan çox cəhd elədim. Mən belə özümü çox yüngül hiss eləsəm də, belə özümü çox cəld, belə qıvraq hiss eləsəm də, nə olsun ki 60 yaşım var. Mən 60 yaşda olsa da mən inanıram ki bəzi yerlərə çıxa bilmərəm, ancaq elə qaldı ki, elə bax bu yerdə mən oradan cəhd elədim, çıxa bilmədim. Çox çətin məsələdir. İnan ki, bura alpinist lazımdır, qalxmaq üçün. Çox çətin bir yerdir. Neysə, çalışdım. Yenə də yuxarıdan bura giriş edim. Çıxdım qayanın bu dağın baş tərəfinə, bax belə. Üzü aşağı çox belə sərt, yenişlə. Bax belə eniş gəlmişəm. Gəldim, dönədim, qaldım yenə də bax burada belə pis bir yerdə. Mən də bir ayağımı vermişəm bax belə bir qayaya. Kürəyim də ki bu bir tərəfdəndir. Sökək vermir özümə dayanmışam ki mən buradan çəkiliş eləyim. Yəni ora çıxmaq qeyri-mümkündür. Mən əgər ora çıxa bilmədimsə, həm ağlımı kəsmiş ki kimsə ora cəhd eləsin çıxsın. Həm də ki mən biraz belə qorxmazam, ölmək olmasın. O qədər də qorxu hiss edən deyiləm. Bax indi belə üstdən aşağı mən yenə çəkiliş eləyəcəm. Bax oradır. Ancaq ora çox təəssüf olsun ki mən çıxa bilmədim. Heyfslənirəm. İndi mən hələ yenə də bir yerdən ora mən cəhd eləyəcəm, görüm oradan necə olunur. Əgər alınsa oradan qalxaram ora, yox alınmasa da məcburam elə burada da videonu dayandırım. Bax buradan mən gəlmişəm. İndi əlinlə tutmasan buranı qalxmaq
Bax belə daşın oyuqları var. Yəni o oyuqlardan tutmasan buradan qalxmaq olmur. Bax belə qaya bir neçə hissədən ibarətdir. Bax buradan da belə düz aşağı xod var. Mən ancaq gəldiyim yer bax buradır. Bax bu hissələndir. Buradan enib gəlmişəm. İndi elə burada da belə maraqlı bitkilər var. Güldür, nə güldürsə dəqiq deyə bilmərəm. Belə dəvə-dabanı deyilən bir dənə bitki var, ona oxşuyur. Burada da başqa bitkilər var. Həmən köməncidir, laylədir. Sonra gendalaş deyilən bax burada belə bir dənə bitki var. Gendalaş dərman bitkisidir. Sonra nə bilim yenə maraqlı yenə bir dənə burada görüm nə koludur bu. Üstündə yoxdur, ancaq cavalıdır bu. Cavalıdır, göyəmdir, dəqiq deyəmərəm, ancaq cavalıdır. Cavalı ağacıdır, göyəm ağacıdır. Balacadır, üstündə bir dənə də olsun yoxdur. Olsaydı bilərdim nə ağacıdır, ancaq elə sort olaraq göyəm oxşuyur. Belə indi mən qalxıram yuxarı bu dağın yüksəkliyinə. Oy! Əlimə diken batdı. Burada bizim dağlarda gəzmək üçün hər çətinliklə adam qarşılaşır. Gerək çalışırsan ki, o çətinliyi dəf eləyəsən, ancaq belə oldu ki, bu səfər mən dəf eləyə bilmədim. Yəni bu çəkilişimi yarıya qədərdir, tamamlaya bilmədim. Mən çox heyf ki, bax ora mən qalxmamışam. İndi mən özümü biraz narahat hissediyorum. İndi çalışacağım ki, üz aşağı, bax düz bu qayanın başından üz aşağı da bir balaca çəkiliş edeyim. Yeni dağın o biri üzündən. Bax belə üz aşağı baxanda bax belə görünür. Qayanın bu yüksəkliyi, dağın bu yüksəkliyi də çox əzəmətlidir, çox həm də qorxuludur. Qorxuludur, bilməsən, yəni bir balaca irəli getsən, ayaq sürüşdü və salam da, yəni üzü belə can qurtarmaq mümkün deyil. Yalan olmasın, buradan ora belə təxminən fikirləşirəm 100-150 metr olar. 100-150 metr olar. Bax bu cür. Bu qayranda bu qədər yenə də burada bir başqa belə bitki var. Buna biz maraqlıdır. İndi elə mən bunu dərəcəm burada. Yaxından çəkin, göstərin. Biz buna xoruz quyruğu deyirik. Çox maraqlı meyvəsi var. Türkməzədir, həm də şirindir. İndi elə mən oturub bunu burada yeyib qutarmayınca gedən deyiləm. Mən bunu yeyim. Yeriniz məlum. Hər bir şeysə qismət olsun. Gəlsin bizdə bax bu qayaları, bu daşları, bu bitkiləri görsün. Hər kəsə nəsib olsun. Hələlik bu qədər. Sağ olun, var olun. Xəttə qalın. İnşallah davamı gələcək.